Sirli meşənin cadugəri. Biri var idi, biri yox idi. Qədim zamanlarda böyük bir meşənin kənarında balaca qaya adlı bir kənd var idi. Bu kəndin ətrafında sirli və qorxulu qaranlıq meşə uzanırdı. Kənd sakinləri bu meşəyə yaxınlaşmaz, orada bir cadugərin yaşadığını söyləyərdilər. Amma heç kim onu görməmişdi. Kənddə İskəndər adında 10 yaşlı cəsur bir oğlan yaşayırdı. O, macəraları sevər, meşənin sirrini açmaq istəyərdi. Günlərin bir günü nənəsi ona bir hekayə danışdı. Oğlum, bu meşədə sirli daş gizlənir. Deyilənə görə bu daşı tapan adam istədiyi bir arzunu yerinə yetirə bilər. Amma ehtiyatlı ol, çünki bu daşı qoruyan qoca cadugər var. İskəndər dostu Əli ilə bu sirri açmağa qərar verdi. Onlar bir gecə meşəyə yola düşdülər. Meşə qaranlıq və qorxulu idi. Qəfil səs eşidildi. Bura nə üçün gəlmisiniz? Bu qoca qarğanın səsi idi. O sehirli danışırdı. Qarğa onlara dedi: "Əgər sirli daşı istəyirsinizsə, əvvəlcə mənə kömək eləməlisiniz. Mənim qırılan qanadımı sağaltsanız, sizə cadugərin evinin yolunu göstərəcəyəm." İskəndər və Əli qarğaya kömək etdilər. Qarğa sağalandan sonra onlara cadugərin evinin meşənin ən dərin yerində böyük bir mağarada olduğunu söylədi. Uşaqlar ehtiyatla mağaraya yaxınlaşdılar. İçəridən yaşlı bir qadının pıçıltıları gəlirdi. Bu qoca cadugər idi. Onun gözləri yaşıl işıq kimi parlayırdı. Cadugər uşaqları görən kimi güldü. "Nə üçün gəldiniz? Sirli daşı axtarırsınız, eləmi?" İskəndər qorxmadan dedi. "Bəli, biz onu istəyirik." Cadugər gülümsəyərək dedi: "Əgər bu daşı istəyirsinizsə, mənim sizə verdiyim 3 tapmacanı həll etməlisiniz. Əks halda burdan çıxa bilməyəcəksiniz." Uşaqlar razılaşdılar. Cadugər ilk tapmacanı verdi. "Mən nə suyam, nə torpaq, amma mənsiz heç kim yaşaya bilməz. Mən kiməm?" İskəndər biraz düşündü və dedi: "Hava." Cadugər başını tərpədib gülümsədi. "Düzdür. İkinci tapmacam. Gecə parlayır, gündüz gizlənir, amma günəş deyil. Nədir bu?" Əli dərhal dedi: "Ulduz." Cadugər təəccübləndi. "Siz çox ağıllısınız." Sonuncu sual. "Məndə heç kim yaşamır, amma qapım hamıya açıqdır. Mən kiməm?" İskəndər bir an düşündü və cavab verdi: "Mağara." Cadugər yerində donub qaldı. "Siz tapmacalarımı həll etdiniz. Deməli, daşı almağa layiqsiniz." O, qara paltarının cibindən kiçik, mavi bir daş çıxarıb İskəndərə verdi. "Bu, istədiyiniz arzunu yerinə yetirəcək. Amma unutmayın, yalnız bir dəfə istifadə edə bilərsiniz." İskəndər daşı əlinə aldı və dedi: "Qoy kəndimizə həmişə bolluq və xoşbəxtlik gəlsin." Birdən göydə parlaq bir işıq peyda oldu. Meşədəki qaranlıq çəkildi, kənddə bolluq və xoşbəxtlik başladı. Cadugər isə gülümsəyərək yox oldu. İskəndər və Əli kəndə qayıdıb başlarına gələni danışdılar. O gündən sonra qaranlıq meşə işıqlı meşə adlandı və orada heç bir sir qalmadı. Beləcə kənd xoşbəxt yaşamağa davam etdi. Nağılın sonu.